Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri, Vətən müharibəsinin şəhidi Şirinov Eldar Bağıroğlunun 6 oktyabr 2025-ci il tarixində 5-ci ildönümü məzarı evində qeyd olundu. Ev muzeyini və məzarını ziyarət etdik. Tədbirdə şəhid ailələri, yaxınları, Göyçay rayonu icra nümayəndələri, ziyalılar və Çərəkə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxunub, bir dəqiqəlik sükutla yad edildi. Tədbirimizə başlamamışdan öncə İgid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad edək. Allah razı olsun. Allah razı olsun. Şəhid ailələri və ziyalılar şəhidimizin xatirələrindən bəhs etdilər və ardınca məktəb şagirdləri şeirlər səsləndirdilər. Başsağlığı verirəm. Sözümə Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmin bir gözəl kəlamı ilə başlamaq istəyirəm. Onlar şəhidlər ölü deyirlər, onlar diridirlər. Fəqət siz onun fərqində deyilsiniz. 20-ci ildə başlayan bu zəfər yürüyüşü ilə bax, indiki bu Azərbaycan ordusu başda Ali Başkomandanımız olmaq şərti ilə son qoyuldu bu. Bax, torpağının hər qarışında şəhidlərin nəfəsi, hər qarışında tökülən şəhid qanları hiss olunur. Onlar nəfəsləri ilə Qarabağı diriltdilər, qanları ilə Qarabağ torpağını yenidən suvardı. Allah Teala Azərbaycanın azadlığı və bütün Azərbaycan şəhidlərinə rəhmət eyləsin. Amma o birdən-birə 19 yaşında oğlan öz komandirləri ilə vuruşub vətənimizi bizə qaytardılar. İkram müəllim belə söylədi ki, borcunuzdur. Bir sizin yox, hamının borcudur. Onların yanında gəlib dayanmağa. Şəxsən mən Vidadinin ayaqqabısını qardaşı geyinər, amma gəzə bilməz. Vidadi kimi gəzə bilməz o yerişin. Hamısının yeri ayrıdır. Bu oğlanlar deyərdim bunlara, balaca kişilər. 19 yaşlı balaca kişilər. Amma yaşına uyğun olmayaraq elə bir hərəkət elədilər ki, bizləri ağ günə çıxartdılar. Danışdığımız elə şəhid tədbirində qalmadı. Sonra bizləri görəndə də deməsinlər ki, nə olsun ki, siz şəhid valideynsiniz. Sizdən də vacib işləriniz var. Xeyr, bütün xalqın vacib işləri bunlardır. Bu qəhrəmanlardır. Onlar kimisi fatihlərdir. Kimi canavar ləqəbli oğlanlardır. Kimisi də qartallardır. Bax, bu oğlanlar bunlardır. Biz də hamımız bunun üçün çox danışa bilərik. Onların qabağında sözü deməyə mən cürət eləmirəm. Çünki onlar yağış bilmir, qar bilmir. Dağlara dırmaşıblar. Bu vətəni bizə qaytarmaqdan ötəri. Şəhid şəhiddir. Birinci Vətən müharibəsindən tutmuş Antitoya qədər hamısı şəhiddir. Onlar Qarabağı başladılar almağa. Bunlar tamamladılar. Yəni bu oğlanlara həmişə alqış düşür. Bizə deyirlər, qürurlu olun. Nə olsun ki, qürurlu olun. Bir tərəfdən var, kədərimiz qoymur bizi. O kədər içimizdə yandırır bizi. Bizlə də gedir. Mən deyərdim, Bağır qardaş, Fərqanə bacı, Allah balığa rəhmət eləsin. O balaca yaşı ilə ki, o igidliyi qazanıb, ayaq üstə durduğumuz vətənləri bizə qaytardılar. Şəxsən mən bir ana olaraq, 22 il vətənə xidmət edən bir oğlumun anası olaraq onların qabağında baş əyirəm. Sağ olun. Şəhid valideynlərin başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bildiyiniz kimi bizim bu vətən müharibəsindən bizim bu erməni ilə 87-88-ci illərdən başlamışdı davamız. Erməni mənfurları nəinki 1-ci Qarabağ müharibəsi, hətta 2-ci Qarabağ müharibəsi bizim 20% torpağımız işğal altındaydı. Müəyyən köhnə, belə deyək, 90-cı illərin dövlət rəhbərlərinin müəyyən səriştəsinin nəticəsində bizim torpaqlar düşmən tərəfindən işğal olundu və
Bildiğiniz kimi Ulu Önderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda böyük bir irəliləyiş elədi. Bildiğiniz kimi 94-cü ilin 94-cü ildə Füzulidə 24 kənd bir gündə alındı. Və düşmən bunun qorxuya düşərək ateşkəs imzaladı ki, yəni orduda gücü qüvvəni gördü və ateşkəs olaraq ateşkəs bağladı və bir müddətdə, yəni 30 il bizim torpağımız qaldı işğal altında və bu 30 il ərzində bizim ordumuzda birləşlər oldu. Mən 26 il özüm orduda xidmət etdiyim üçün mən bunu ilbəil irəliləyişini görürüm və cənab prezidentimizin orduya müasir silahların, orduya alınan bütün hər bir şeyin görürdük biz və bu bizi düşmənlə savaşa getdiyini də bilirdik. Nə vaxtsa bizim torpaqlar alınmalıydı. Və gəldi 27 sentyabr düşmən təxribatı bizə qarşı Ali Baş Komandanın dəmir yumruq əməliyyatı, əks yumruq əməliyyatı keçirildi və bizim ordumuz hər bir tərəfdən düşmənə qarşı başladı zərbələr endirdi. Bildiyiniz kimi yenə deyirəm, bugünkü günü bu millətin, bu xalqın, bu dövlətin qürurla ayaq durmasında, ayağa qalmasında bütün şahidlərə borcluyum. Çünki hər bir mən şahidi oldum ki, dəfələrin bir neçə döyüşlərin şahidi idim. Hər bir kəsin cibində bizim dövlət rəmzimiz olan bayrağımız var. Və o bayrağı hər bir kəs istəyir ki, yüksək bir yüksəyə öz adını yazıb o bayrağın ora salsın. Beləliklə 44 gün ərzində bizim vətən müharibəsi, bizim qələbəmizlə, ordumuzun, xalqımızın, millətimizin birliyi bir yerdə sona çatdı və bizim erməni məcbur oldu ki, 10 noyabrda üç tərəfli bəyannamə imzaladılar və bu bəyannamə əsasında da bizim torpaqlarımız, döyüşçülərimizin sayəsində alındı və düzdür, sülh olmadı, yenə də torpaqlarımız biz suveren dövlət olaraq bildiyiniz kimi biz suveren dövlət. Mən yenə deyirəm, ola bilər biraz həyəcanlıyam, üzrlü sahib mən. Hamımıza, bütün şəhid ailələrə, bura gələn qonaqlara öz təşəkkürümüzü bildiririk. Çalışmaq lazımdır. Hər bir evdə, hər bir ailədə şəhidlərin unutmaması üçün. Çünki bir axıl dedi, şəhid güllə dəyərkən yox, şəhid unutulandır. Xahiş edirəm, heç vaxt şəhidlərimizi unutmayaq. Çünki xalq qəhrəmanları heç vaxt yaddan çıxır. Daimi yaşayır. Çox sağ olun, minnətdar. Sağ olun. Zalım ayaq gözlərini bağladı. Gedişinə bütün herkes ağladı. Qayıt gəl dayı, qurbanın olum. Yıxıldı bir evin sanki dayağı. Qalmadı həyatın inan marağı. Bağlandı kitabın bütün varağı. Qayıt gəl dayı, qurbanın olum. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç vaxt unudulmuram, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Şəhidliyin zirvəsindəyəm. Yerim cənnət. Nə olsun ki, cismim köçüb bu dünyadan? Nə qədər ki var bu dövlət, nə qədər ki var bu millət. Nə? Xalq, necə ki xalq bu millətə qoyur hörmət. Demək ki, unudulmamışam, mən yaşayıram. Mən Günəş oğluyam. Dava oyununda rəqib Eldarı vura bilməyirdi, taşqın baxırdı. Qəflətən rəqibin üstünə sarı, Eldar nələ çəkib yerə yıxırdı. Həmişə deyərdi, mən yenilməzəm, məni yıxa bilməz düşmən olanlar. Mən alov içində qovrulan közəm, qanında Günəşin nişanəsi var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən Günəş oğluyam, mən od oğluyam. Gülüb eyləsən də sönməyəm ancaq. Ruhumla səmaya görə bağlıyım. Dünyada yadgar izim qalacaq. Cəbrail uğrunda gedən döyüşdə qorxmadan şəhidlik şərbətin içsin. Öz istəyimlə 19 yaşda əbədi ölməzlik taxtına keçsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allahın ruhu qarşısından başı.
azadlıq uğrunda ölən şəhidlər, ömrünü vətən üçün bölən şəhidlər, vətən göylərində bir şölə saçıb, yanıb ulduz kimi sönən şəhidlər, meyli al qanınıza, güllələr səpildi dörd yanınıza, yağı necə qıydı o canınıza, açıb çiçək kimi sönən şəhidlər. Bu vətəndə bu ocağı alıştıran mehi var. Yurt sevgisi sevgilərin şahıdır. Hər ürəkdə sevgilərin şahı var. İnanın ki, bizə nə var dövlət heç nə lazımdır. Sadəcə bir qayğı, diqqətdən başqa bir şey istəmirik. Sadəcə bir şey, qayğı və diqqət. Nə bizi maddiyyatdan ovutmaq olar, nə hansısa var dövlətdən, nə isə bəxş eləməni, bu mümkün olan şey deyil. Bizə elə şey bəxş edilmək ki, onun əvəzin ikinci bir kəs bizə qaytara bilməz. Bu boyda torpağımızı, qiymət olmayan torpağımızı veriblər. Ona görə də hər kəsə minnətdarıq. Sonda əfəndi dua verəcək, amma hər kəs də bağır qardaşım ocağına dəvət edir, süfrəsinə dəvət edir. Yəqin ki, elə buradan çıxıb orada gedərik. Sağ olun, var olun. Qeyd edək ki, 44 günlük vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri olan şəhid Şirinov Eldar Bağıroğlu 2001-ci il iyulun 12-sində Göyçay rayonu Çərəkə kəndində anadan olmuşdur. 5 nəfərlik bir ailədə boya başa çatan Eldar evin tək oğlu, 2 bacının bir qardaşı idi. Şirinov Eldar Bağıroğlu 2007-ci ildə Çərəkə kənd Elman Əzizov adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul edilmiş. Tərbiyəsinə və savadına görə məktəbin salib seçilən şagirdlərindən olmuşdur. Eldar təhsil aldığı orta məktəbin yaxşı oxumuş, müəllimələrin və şagirdlərin arasında hörmət qazanmışdır. 2018-ci ildə oxuduğu məktəbin 11-ci sinifini bitirən Eldar təhsili almaq həvəsi də var idi. O 2018-ci ildə Göyçay Dövlət İdarə Etmə və Texnologiya Kollecinin fermer təsərrüfatı təşkilatı ixtisasına qəbul olunmuşdur. Kollecdə oxuduğu günlərdən kollektivin hörmətini qazanmışdır. Kollecdə dərslərini müvəffəqiyyətlə qazandığı 3-cü sinif nümayəndəsi təyin olunan Eldar 2019-cu ilin iyulun 13-də həqiqi hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yola düşdü. O hərbi xidmətin ilk 3 ayını Ağcabədi, sonra Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində kəşfiyyatçı kimi davam etmişdir. Hərbi xidmətinin ilk günlərində etibarən komandir və əsgərlərin hörmətini qazanan Eldar o qədər çox istəyirlərmiş ki, onun adı və soyadı ilə yox, Şirin ləqəbi ilə çağırırdılar. Əskər yoldaşların dediyinə görə o çox mərd və igid oğlan olub. Hər dəfə evlərlə danışanda məndən özü narahat olmayın, yaxşıyam, sanki öz evimdəyəm deyilmiş. 27 sentyabr 2020-ci ildə 44 günlük vətən müharibəsi başlayır. Müharibə başlayan ilk günlərdən Eldar əskər yoldaşları və komandirləri ilə çiyin-çiyinə Füzulinin azad olunması uğrunda gedən əməliyyatlarda qəhrəmancasına vuruşur. Ailəsi ondan nigaran qalmasın deyə o döyüş meydanında yox, arxa mövqelərdə olduğunu söyləyir. Eldarın içində olan vətən sevgisi onun mərdcəsinə, igidcəsinə döyüşməyə atılmasına səbəb olmuşdur. Eldar kəşfiyyata gedən zaman yaralanır. Döyüş yoldaşlarının təkidlərinə baxmayaraq hospitala getmir. Yenidən döyüşlərə qatılır. Əskər yoldaşlarının dediyinə görə 90 əskərimizin mühasirədən çıxarılmasında, 200-dən çox düşməni məhv edilməsində, xüsusi xidmətə olan Eldar Şirinov dostları Cəbrayıl Rüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. 6-10 2020-ci il tarixində Göyçay rayonu Çərəkə kəndində Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir. Azərbaycanın bu cür mərd, qəhrəman oğulları əbədi olaraq xalqımızın yaddaşlarında saxlayaraq ant yerimiz olacaq. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməkdaşlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncamı əsasında vətən uğrunda Füzuli azad edilməsinə görə və igidliyinə görə medallarla təltif edilmişdir. Şəhid ailələri, ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun, şəhidim. Əməkdaşımız xüsusi mütbir İsmailov Zəkə Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, Nəbiyev İlqar Göyçaylı səsləndirdi. Əliyeva Aysel. Azərbaycan internet televiziyası üçün yayımlanmışdır. Göyçay Çərəkə kəndi diqqətiniz üçün təşəkkür edirik.